Salam dəyərli izləyicilərim, kanalıma xoş gəlmisiniz. Əvvəlcədən kanalıma baxdığınız üçün hər birinizə təşəkkür edirəm. Bu gün sizlər üçün evdə pişmaniyə hazırlayacağım. Buna tel halva da deyilir. Əvvəlcə qabın içərisinə 200 ml stəkanla 2 stəkan yarım un tökürəm. Tavanı ocağın üzərinə qoyuram. Vam odda dayanmadan qarışdıraraq qovururam. Unun rəngi biraz dəyişdikdə, qoxusu gələndə onun, yəni qovuran zaman çox gözəl qoxusu olur. Bu zaman ocağı söndürürəm və unu bir kənara qoyuram ki, soyusun. Ayrıca bir qabın içərisinə 200 ml stəkanla 2 stəkan şəkər tozu və 1 stəkan su tökürəm. Şərbət qaynamağa başlayanda içərisinə biraz vanilin əlavə edirəm. Ara sıra beləcə qarışdırıram. Şərbət qatılaşana qədər qaynadırıq. Baxın, belə bir qatılıqda olduqda içərisinə bir cimdik limon duzu tökürəm. Şərbəti tökəcəyim qabın içərisini yağlayıram. Mən ərinmiş şərə yağı vurdum. Duru yağ da vura bilərsiniz. Daha sonra şərbəti qabın içərisinə tökürəm. Taxta qaşıq vasitəsilə dayanmadan tez-tez qarışdırıram ki, soyusun. Qarışdıran zaman çalışın ki, şərbəti qabın orta hissəsinə doğru gətirin. Tam kənarlara getdikdə, soyduqda sonra kənarlarda yapışıb qalır, çıxmır. Bu proses biraz uzun vaxt aparır. Sonda şərbət, baxın, beləcə qatılaşır. Belə bir qatılıqda şərbət alındıqda rəngi də tamamilə ağarır. Bu zaman şərbətimiz hazır olur. Qovurduğum unu dəzgahın üzərinə tökürəm. Şərbəti qabdan çıxarıram və əlimdə forma verirəm uzun-zov. Daha sonra isə beləcə yumurlayıb onun içərisinə yerləşdirirəm. Asta-asta kənarlara doğru şərbəti açaraq çalışmaq lazımdır ki, qırılmasın. Bu qayda ilə qatlayıb üst-üstə yenidən çəkirəm. Tel halvamız tam hazır olana qədər bu prosesi təkrarlamaq lazımdır. Artıq mənim tel halvam hazırdır. Baxın, gördüyünüz kimi tel-tel, çox da gözəl alınıb.
Üzərinin ununu tərpədirəm ki, tökülsün artıq unlar. Artıq qalan unu başqa şirniyyatlarda və yaxud da yenidən tel halva hazırlayan zaman istifadə edə bilərsiniz. Əlimlə kiçik hissələrə bölürəm və beləcə stəkanın içərisinə yerləşdirib forma verirəm. Tel havanın hamısını bu qayda ilə hazırlayıb qabın içərisinə yığıram. Sonda üzərinə zövqə görə mən üyüdülmüş fındıq ləpəsi əlavə etdim. Badam ləpəsi də, püstə də dökə bilərsiniz. Əziz xanımlar, əgər siz də mənim tel halvamı, kanalımı bəyəndinizsə, mənə abunə olub dəstək olmağı unutmayın. Arzu və istəklərinizi videonun alt bölümündə yaza bilərsiniz. Sağ olun, görüşərik.